Hər birinizi salamlayırıq. Bütün bacılarımı, qardaşlarımı və bizi dinləyən hər bir insanı salamlayırıq. 3 qat iplikdə xoş gördük. Mən Zaur. Və mən Xəyalə həmişəki kimi sizi bugün də bu gözəl verilişdə salamlayıram. Həmişə olduğu kimi Vaiz kitabı 4-cü fəsil 12-ci ayədən sizə oxumaq istəyirəm. Əgər bir nəfər tək qalıb məğlub olarsa, 2 nəfər hücuma tab gətirə bilər. 3 qat ip tez qırılmaz. Şükür Rəbbimizə ki, bu cür imkanımız var və həmçinin də sizin tamaşaçılarımız bu cür imkanımız var ki, Rəbbin sözünü, həmçinin də ailə münasibətlərə aid bir çox mövzuları araşdıra bilək. Çünki biz bu mövzuları bir-birimizlə etmirik, bunu sizinlə birlikdə edirik. Və siz də bizi dinlədikcə, siz bizim verilişlərimizə baxdıqca biz daha da ruhlanırıq və daha yeni mövzularla sizin qarşınıza gəlirik. Bizim bir çox mövzularımız var. Ailə münasibətlərində övladlarla valideynlərin münasibətləri, ailədə hikmət, müdriklük, qısqanclıq və ədavət, bir çox problemləri araşdırırıq və bizim bugünkü mövzumuz hansı ilə ki sizin qarşınıza gəlmişik, ailə daxili sirlərdir. Həqiqətən də Xəyalə, biz ailə daxili sirlərdən danışmışkən, yəni ümumiyyətlə sir demişkən, sir elə bir şeydir ki, hansını ki başqa insan bilməməlidir. Və həmçinin də biz sirlərdən danışdıqca, biz başa düşürük ki, sirlərin xeyri varmı, yoxsa ziyanı varmı? Sir saxlamaq yaxşı bir şeydir, yoxsa pis bir şeydir? Və müqəddəs kitaba biz müraciət eləyəndə, Süleyman Peyğəmbərin məsəllərində 11-ci fəsil 13-cü ayəyə nəzər saldıqca, biz görürük ki, bəzən də elə olur ki, insan sir saxlamalıdır və sir saxlamağı bacarmalıdır və bu etibarın bir nişanəsidir. Amma bəzən də olur ki, sir hardasa mənfi bir şeydir. Ha vaxt ki, o sirri sən saxladıqca o problem həll olunmur. Və biz bu günləri bu haqda danışacağıq. Bu belə yazılıb. Söz gəzdirən sirləri açıb yayar. Etibarlı adam sözü gizli saxlayar. Həqiqətən də biz bir daha təsdiq tapırıq müqəddəs kitabda ki, söz gəzdirən sirləri açıb, bu söz gəzdirən adam adətən kiminsə sirrini başqasına açandır və adətən də belə şeylər ailənin içində də baş verir. Nə zaman ki, məsəl üçün biz bundan qabaqki verilişlərimizdə də belə bir mövzuya toxunmuşduq ki, iki insanın arasında, arvadın arasında olan hansısa münasibətlərinə aid, hansısa yaxınlıqlarına aid, bir-birlərinə olan münasibətlərinə aid bəzən də olur ki, öz anasına, atasına gedir, danışır o sirləri və yaxud kişi də öz evdəkiləri ilə, istir bacısı ilə, qardaşı ilə və yaxud başqası ilə bu haqda bölüşür. Və maraqlıdır ki, bu düzgün deyil. Niyə? Çünki bu ailənin daxilindəki olan sirri üzə çıxartmaqdır və çölə, bayıra çıxartmaq kimi bir şeydir və bu sonradan iki insanın arasında problem yaradır. Və sözsüz ki, bu cür problemlər çoxaldıqca biri-birinə qarşı insanların nəyi itir? Etibarı itir. Və ailə özü özlüyündə bir qapalı bir aləmdir və yaxud belə deyək də bir şahlıqdır. Həmçinin də hər ailədə özünə məxsus qanunlar və sirlər var. Biz müqəddəs kitaba nəzər salanda, müqəddəs kitab bizə öyrədir ki, ailə daxili sirlər çölə çıxmamalıdır. Həmçinin də elə sirlər var ki, onlar araşdırılmalıdır və üzə çıxmalıdır ki, problem həll olsun. Biz bugün hər iki vəziyyəti araşdıracağıq. İlk növbədə ailədən kənara çıxması qadağan olunan mövzuları haqda danışaq. Düzü bunlar gizli söylənsə də, gizli qalsa da, amma onların üzərindən keçməmiz vacibdir, mütləq vacibdir. Məsəl üçün, ailə sirləri haqda danışırıqsa, nəyi bilməmək daha yaxşıdır. Həmçinin də hər ailənin və hər bir insanın sirləri var. Onlardan hansı açıqlanmalıdır və hansının 7 möhrün arxasında qalması daha yaxşıdır. Özünüz və başqaları haqqında həqiqəti ictimailəşdirməyə dəyər yoxsa yox? Bəzən bu suallarla insanlar ailələrin daxilində rastlaşırlar və bəzən də bilmirlər ki, belə şeyi çölə çıxartmaq olar yoxsa yox. Bəzən də olur ki, hansısa bir problemdir və bu problemi həll eləməkdən ötürü istər-istəməz o kiməsə bu haqda danışmalıdır ki, bu problemi həll eləsin. Amma bu elə bir şeydir ki, o deyiləsi bir şey deyil.
Yəni o üzə çıxılası bir şey deyil. Hər bir canlı sistemin, yəni insan da bir sistemdir, öz sirləri var. Geniş mənada sir dar bir dairəyə aid olan və açıqlanmayan məxfi məlumat kimi başa düşülür. Həmçinin də müxtəlif növ sirlər var. İstəyir dövlət sirri, istəyir kommersiya sirri, istəyir rəsmi və yaxud şəxsi sirlər var. Həmçinin də burada hərbi sir də ola bilər, istintaq sirri ola bilər, tibbi sir ola bilər, övladlığa götürmə sirri. Yəni biz görmüşük ki, ailədə hansısa bir övladı kiçik yaşlarından, körpə yaşlarından insanlar öz evlərinə götürəndə çalışırlar bu haqda uşağa deməsinlər. Əslində bu sirrin üzə çıxmağı heç də yaxşı deyil. Niyə? Çünki uşaq niyə bilməlidir ki, o övladlığa götürülüb? Qoy elə bilsin ki, o elə həmin atanın, həmin ananın övladıdır. Və bu üzə çıxanda bu hardasa psixoloji bir travma yaradır uşaqlarda və bir çox hallarda da valideynlər çalışırlar bu sirri qoruyub saxlasınlar ki, problem yaratmasın və övlad da gələcəkdə o sarsıntı ilə qarşılaşanda psixoloji bir travma yaşamasın. Düzdür, bəzən elə bir vəziyyət yaranır ki, o övlad sonra böyüyəndə o sirri bilməyi haqqı olur və özü də istəyir ki, bilsin. Niyə? Çünki bəzən də olur ki, irq fərqi olur uşaqlarda və onsuz da uşaq böyüyəndə başa düşür ki, onun valideynləri həmin onun belə deyək də doğmaca valideynləri deyil. Amma bəzən də olur ki, o bilir bunu. Amma heç araşdırmaq da belə istəmir ki, onun həqiqi valideynləri kimdir. Çünki öz valideynlərini o qədər çox sevir ki, heç qırağa gedib öz valideynini axtarmaq da belə istəmir. Çünki anlayır ki, onun valideynləri, ona görə əziyyət çəkənlər, onu böyüdənlər, onun qeydinə qalanlar bunlardır. Həmçinin də psixologiyada sirlər var. Adətən insanlar, psixoloqlar sir saxlamağı bacarmalıdır. İşinin təbiətinə görə daim peşəkar sirlə üzləşirlər. Həqiqətən də ruhanilər, yəni ruhani insanlar, xidmətçilər sir saxlayırlar bəzən. Həkimlər sir saxlayır, hüquqşünaslar sir saxlayır. Psixoloqlar peşəsində məxfilik prinsipi var ki, bu da mütəxəssisin müştərilərindən aldığı məlumatları açıqlamaması deməkdir. O bu məlumatı məsələn nəzarət əldə etmək, peşəkar konfransda bir işi bildirmək və ya məqalə yazmaq üçün istifadə eləyirsə. Həmçinin də məxfiliyə təsir edən məlumatlara şəxsi və ailə sirləri, yazışma sirləri, şəxsi mesajlar da daxildir. Bir çox sirlər var ki, hansı ki ailə daxilindədir. Ailə sirləri həmişə xüsusi bir sirdir. Ailə sirrinin əsasında ailə üzvlərinin həyatında müxtəlif səbəblərdən həyatın hansısa məqamında sərbəst müzakirəyə məruz qalmayan hansısa hadisə və ya fakt dayanır. Məsələn, sirləri cinayət hüququ baxımından təhlil edəndə şəxsi sir və ailə sirri olaraq anlayışlarla və məzmunlarla bir-birini tamamlayan obyektiv və subyektiv komponentlərə ayırmaq olar. Bugünkü gündə şəxsi sir müəyyən bir insanın həyatı ilə bağlı vacib faktları və məlumatları əks etdirir. Ailə sirri ailə münasibətləri ilə əlaqəli iki və ya daha çox şəxsin şəxsi həyatı haqqında əhəmiyyətli məlumatlara aiddir. Bir çox bu hallarda ailə sirləri vacibdir və bir çox hallarda da o sirləri heç kim açıb yaymaq istəməz. Amma maraqlıdır, gündəlik həyatda tez-tez kimdənsə qisas almaq, kimisə gözdən salmaq, cinayətkarı cəzalandırmaq, ictimai rəyi manipulyasiya etmək üçün şəxsi və ya ailə sirrinə nüfuz etməyi çalışdığı qədər bu vəziyyətlə rastlaşırıq biz. Və həmçinin də bizim dövrümüzdə şəxsi və ailə sirlərinin mühafizəsi getdikcə daha problemli olur. Niyə? Çünki elə ailələr var ki, onlar məşhurdur. Baxmayaraq ki, imanlıdırlar, amma onlar məşhurdurlar və onlar üçün o sirri saxlamaq çox çətin olur. Niyə? Çünki bugünkü gündə biz görürük ki, media var, hansısa bir araşdırmaq istəyən insanlar var, onların həyatı haqqında kitab yazmaq istəyənlər var və onlar çalışırlar ki, onların ailələrinə daxil olsunlar və ailələrinin içində baş verən o sirləri bilsinlər ki, bundan özləri üçün qeyri-adi bir məlumatlar əldə edərək bir məqalə mi yazsınlar və yaxud nəsə elə bir şey yazsınlar ki, o ailənin sirrini üzə çıxartmaqla öz mənfəətlərini əldə edərək ailənin nüfuzunu salsınlar.
və yaxud bəzən də bu sadəcə olaraq mənfəət əldə etməklə baş verir. Başqa hansı sirlər var xəyala? Mən istəyərdim səndən öyrənim. Çünki həqiqətən də bir çox ailəyə aid sirlər var və bu haqda sən də bir balaca danış. Mən utanc verici sir haqqında danışacağam. Hansı ki, bu sir əxlaq normalarının pozulması ilə əlaqəlidir və ictimaiyyətin qarşısına çıxardılası bir şey deyil. Yəni, utanc verici sirdir deyə onu heç ictimaiyyətin qarşısına çıxartmaq belə mümkün olmur. Bu, hər hansı bir hərəkətin törədilməsi nəticəsində yaranan bir utanclıqdır. Məsələn, misal çəkə bilərəm homoseksuallıq, qeyri-qanuni uşaqlar, xırda cinayət, zina, əxlaqsızlıq. Yəni, bütün bu vəziyyətlər güclü, utanc verici bir sirlərdir. Hansı ki, nəinki qohumlar, tanışlar, yaxın insanları, hətta məbəddə belə bu sirləri açıb aydın danışmaq özü də eyibdir. Bəli. Vaiz kitabından oxumaq istəyirəm. 12-ci fəsil 14-cü ayədə belə yazılıb. Çünki Allah hər işi, gizli olan hər şey istər yaxşı olsun, istər pis mühakimə edəcək. Amin. Amin. Bu ayəyə baxanda biz görürük ki, Allahın gözündə hər şey aşkardır. Yəni, sən nə qədər yəni ayıb olan insanlara, yəni belə utanc verici nə qədər günahların olsa da, o hərəkətləri eləsən də, Rəbbimiz hər şeyi görür. Yəni, onun gözündən heç nə yayılmır, açıq-aşkar görür. Allah eyib açmır. Yəni, Allahda o xüsusiyyət yoxdur, o eyib açmır, insanın eybini açmır. Amma eybi aça biz bilirik kimdir. Amma istəyir ki, insan etdiyi günahı görüb Rəbbin önündə etiraf etsin və tövbə etsin. Və Rəbb heç bir sirri də açmır. Ancaq istəyir ki, insan öz günahına görə tövbə etsin, etiraf etsin və o yükündən azad olsun. Eybi açan da biz bilirik ki, iblisdir. Rəbb ona qadağan etsin. Amin. Və nəyə görə o yükün, nəyə görə insan o yükdən azad olmalıdır? O həmin yükdən, o həmin sirrin yükündən nəyə görə azad olmalıdır? Azad olmalıdır ki, onun ailəsində heç bir problem olmasın. Azad olmalıdır ki, o səmimi ola bilsin insanlarla. Çünki o səmimiyyəti artıq itirir. Və azad olmalıdır ki, o bəzi suallardan qaçmasın. O suallara cavab verə bilsin. Və azad olmalıdır ona görə ki, onun daxilində olan o sir, hansı ki, həm ona utanclıq gətirir, həm də ətrafındakı hər bir kəsə, o sirdən, o sirin ona verdiyi o narahatçılıqdan azad olsun. Amin. Yəni, bütün bunlara görə o Rəbb istəyir ki, həqiqətən də Rəbb istəyir ki, insan o həmin sirri rahatlıqla Rəbbə verə bilsin ki, o utanclıq onun üzərindən götürülsün. Amin. Mənə elə gəlir ki, başqa bir sir də var, hansı ki, bugünkü gündə insanlar çalışırlar, gizlətsinlər. Mən buna belə bir ad vermişəm, dəhşətli sir. Dəhşətli sir, yəni hansısa bir dəhşətli bir hadisə ilə rastlaşmış bir insan olur. Yəni, tutaq ki, ailənin içində zorakılıq baş verib və yaxud ər arvadın üzərinə elə bir təzyiq edib ki, o insan qorxub və dəhşətə gəlib və yaxud döyülüb, təcavüzə məruz qalıb. Bu şeyləri görən insan çox vaxtı o qorxuya düşür. Və qorxuya düşdüyünə görə bu haqda heç kimə danışa bilmir. Və bu sirri öz ailəsində qoruyub saxlamaq deməzdim buna, əksinə qorxduğu üçün heç kimə deyə bilmir. Və sirrin xatirəsini müşahidə edəndə əsas bunun səbəbi qorxudur. Yəni, biz baxsaq ki, insan niyə görə bunu gizli saxlayır? Əslində səbəbi qorxudur. O qorxduğu üçün bunu üzə çıxarda bilmir. Və ya dəhşətdir. Yəni, elə bir dəhşətlə rastlaşıb ki, bəlkə də gözləri ilə elə bir şeyi görüb, məsələn, mən nəyə görə deyirəm ki, bu dəhşətli sirdir? Çünki uşaq vaxtında olur ki, uşaqlar hansısa bir təcavüzü, hansısa bir şiddəti, atanın anaya qarşı tətbiq etdiyi hansısa bir kobudluğu, əl qaldırmanı, döyülmə hadisəni, döyülmə faktını gördükləri halda onlar istər-istəməz o vəziyyətlə rastlaşanda özlərinə qapanırlar. Niyə? Birincisi, onların valideynləridir. İkincisi, sevdiyi insanlardır. Üçüncüsü, onlar üçün bu şok olur.
Və şok olduğuna görə də onlar bu vəziyyətə düşəndə bilmirlər ki, buna necə reaksiya versinlər. Qəzəblənsinlərmi deyim, qorxsunlarmı deyim, bunu kiməsə söyləsinlərmi deyim və yaxud qapanırlar. Mən hətta fikir vermişəm ki, bu cür sirlə, bu cür dəhşətlə rastlaşan körpə uşaqlar, yəni adətən bu yaş həddi hansı yaş həddlərində olur? Bu 3-4 yaşından yuxarı ta 12-13 yaşına kimi olan vəziyyətlərdə baş verir. Çünki artıq 13-14 yaşından yuxarı olan insanlarda bu hadisə ilə rastlaşanda onlar özləri müdaxilə edir və çalışırlar qabağını alsınlar. Amma körpələr, yəni o yaş həddi aşağı olanlar bəzən şok olurlar həmin vəziyyətdə. Onlar dayanırlar və dəhşətə gəlirlər. Dəhşətə gəldikləri üçün də onlar sonradan bu travma ilə yaşayır. Və mən fikir vermişəm, elə bir insanlar sabahları özləri ailə quranda, bəzən də olur ki, onların həyatlarında, ailə həyatlarında artıq elə bir vəziyyət yaranır ki, onlar bunu heç kimə söyləyə bilmirlər. Hətta ər də belə və yaxud arvad da belə bunu onlardan öyrənmək istəyəndə onu demək istəmirlər. Çünki onların gözlərinin qarşısında baş vermiş bir şey onları dəhşətə salır və bu haqda danışmaq da belə onların könlündən keçmir. Niyə? Çünki onlar o haqda başlasalar danışmağa, onların gözlərinin qabağına gəlir onlar, bütün hadisə. Ona görə də bunu heç kimə söyləmək istəmirlər. Buna da səbəb çox vaxtı dəhşət olur. Çox vaxtı buna səbəb qorxu olur. Və həmçinin də onlar bu sirri saxlamaq, həm də onu gizlətmək istəyirlər ki, heç kim bilməsin. Həmçinin də onun söylənməsi də belə onların gözündə bu təhlükəli görsənir. Ki, birdən bilərlər ki, mən bunu dedim. Birdən tutaq ki, hansısa bir insan bilər ki, mən bunu söylədim. Bu həmçinin də cinayət işi baş vermiş hallarda da ola bilər. Bəzən olur ki, təcavüz vəziyyətində uşaq bunu görür, başqa bir insanın və bu şeyi gördüyü üçün də bunu hətta dilinə belə gətirə bilmir. Qorxduğu üçün. Dəhşətli sirləri saxlayan ailələrdə fobik pozğuntular da baş verir. Tez-tez olur belə şeylər, narahatlıq olur, panik ataklar olur. Səviyyəsi belə bir vəziyyətdə panik atakların səviyyəsi daha çox olur. Həmçinin də belə sirləri psixopat, sosiopat, qatil, təcavüzkar olan ailə üzvləri saxlayır. Niyə? Çünki onlar özləri bu cinayəti törədir və heç kimə də söyləmirlər. Çünki üzə çıxsa onlara qarşı tədbir görürlər və onları hətta cinayətə, məsuliyyətə cəlb eləyərlər. Bunlar bəzən ailə üzvlərinin hətta bir-birlərinə etiraf etməkdən qorxduqları sirlərdir. Yəni, hətta olur ki, ailə üzvləri bir-birinə bu sirri demək istəmir. Bəzən də olur ki, elə bir sirdir ki, hansını ki, heç həyat yoldaşına da belə deyə bilmirlər. Nəticəni bilməmək qorxunu artırır. Həmçində qorxunc bir sirri qoruyanların ruhunu korlayır. Yəni, bu qorxu əslində insanın daxilinə o dərəcədə təsir eləyir ki, insan belə ruhani vəziyyətdən qopur. Yəni, Allahdan qopur. Qorxuya düşür. İblis insanı tənhalığa aparır. Belə bir qorxu ilə, belə bir sir saxlamaqla insan əksinə Allahdan uzaqlaşıb tənhalığa, özünə qapanmağa, məyusluğa və həmçinin də özünə qapandıqca da insan elə bil ki, yavaş-yavaş əriyib gedir. Nə var o sirri üzə çıxarda bilmir. Amma elə bir insanlara məsləhət görərdim ki, müqəddəs kitabda bizə Rəbbimiz çox gözəl bir məsləhət verir. Zəbur kitabı 62-ci fəsildə 8-ci ayədə görün Rəbb nə deyir? Ey xalq, hər zaman ona arxalan, onun hüzurunda qəlbini açıb boşalt. Çünki Allah bizim pənahımızdır. Fikir versən xeylə. Bu, düzdür, kədərli sir deyil. Amma bu, qorxunc bir sirdir. Bu, dəhşətli bir sirdir. Hansını ki, Rəbb istəyir ki, biz onun qarşısına gələk və o qorxumuzu, o dəhşətimizi ona açıb deyək. Niyə görə? Ki, axı o istəyir ki, bizi azad eləsin. O istəyir ki, bizim ürəyimizdə o sir bizi nə vəziyyətə salır, bax, o vəziyyətdən qurtarsın. İstəyir ki, o vəziyyətdən biz çıxaq. Niyə?
Çünki o vəziyyət bizim ailəmizə pis təsir eləyir, bizim ətrafımıza pis təsir eləyir, bizim ailə üzvlərimizə pis təsir eləyir və həmçinin də ətrafımıza pis təsir eləyir. Bir ailə kimi biz dağılıb gedirik və bunun qabağını mütləq almaq lazımdır. Və mən deməli bayaqları utanc verici sirdən danışdım. İndi kədərli sir haqqında danışmaq istəyirəm. Görək kədərli sir nə deməkdir? Bu sirrin yaddaşı depressiv fonla müşahidə olunur. Yəni bu nə deməkdir? Keçmişdə hər hansı bir insanın həyatında keçmişdə baş vermiş bir hadisə o insanın yadından keçmir. Həmişə gözlərinin önünə gəlir. Və bu hər dəfə insanda əhval-ruhiyyənin aşağı düşməsinə səbəb olur. Bu hal tez-tez deməli əhval-ruhiyyənin tez-tez dəyişməsinə, ümidsizliyə gətirib çıxardır belə sirlər. Məsələn, misal gətirə bilərəm. Müharibədə həlak olanlar. Məsələn, ola bilər ki, kiminsə yaxını müharibədə həlak olub və yaxud da yaxınlarından kimsə itkin düşüb, hələ də tapılmayıb və yaxud da uşaqlıqda valideynləri arasında olan gərginliklər, dava dalaşlar, münaqişələr, sonra və bütün bu hallar insanda depressiv hallara gətirib çıxardır. Yəni depressiya yaradır. Yəni həqiqətən uşaq körpəlikdən əgər görürsə ki, onun ailəsində ata-anası hər dəfə mübahisə eləyir, hər dəfə dalaşır, qırğın eləyir. Bu uşaqda düzdür, bu kədərli bir şeydir və uşaqda uşaqlığından böyüyənə qədər, hətta deyərdim ölənə qədər o uşağın elə ki psixoloji bir sarsıntı kimi qalır uşaqda. Həm kədərli sir kimi qalır, həm psixoloji sarsıntı verir uşağa. Yəni bunlar heç vaxt yaddan çıxılası bir şeylər deyil. Və hər dəfə də həmin insanlarda əhval-ruhiyyə həmişə o sir yada düşdükcə insanların əhval-ruhiyyəsi aşağı düşür. Və mən Danielin kitabından 2-ci fəsil 22-ci ayədən oxumaq istəyirəm. Orada belə yazılıb. Dərin və gizli sirləri o açar. Qaranlıqda qalanı o bilər. İşıqla əhatə olunan odur. Amin. Amin. Həqiqətən də dərin və gizli sirləri o açar deyir Rəbb. Yəni, elə bir sir var ki, hansı ki açılmalıdır. Və açılmalıdır ki, o sir sənə nə dərəcədə təsir edir və səni nə vəziyyətə salırsa, onun qabağını alsın. Bəzən də olur ki, psixoloqlar və yaxud konsultantlar, hansılar ki, belə bir vəziyyətlərdə çalışırlar, o sirri üzə çıxartsınlar. Amma bu ağrılı olur. Mən bir çox hallarda görürəm ki, bir sirri üzə çıxartmaqdan ötürü insan nə dərəcədə əziyyət çəkir. Həm əziyyət çəkir o insan hansı ki, kömək etmək istəyir. Həmçinin də əziyyət çəkir o insanın özü, çünki o sirri söyləmək istəmir. Çünki elə bilir ki, o sirri söyləsə pis olacaq. Çünki bilmir bu sirri söyləsə nə baş verəcək. Və sirri üzə çıxartmaqla bu problemi həll eləmək olar. Bəzən də insanı iblis o dərəcədə o sirri saxlamaqda saxlayır ki, yəni bilirsən necə, insanı özündə elə saxlayır ki iblis, insana o dərəcədə ürəyinə bilməməzliyin qorxusunu salır ki, sən bilmirsən nə baş verəcək. Və bilməməzlik insanı qorxuya salır ki, sən o sirri açsan nə baş verəcək. Bunu bilmirsən. Bilmədiyinə görə qorxursan. İblis də belə şeylərdən çox vaxt istifadə edir. İnsan nədən qorxursa ya, o bilir onun zəif yeri haradır. O bilir o harda yıxılacaq. Harda onun belə deyək, sarsınan yeri var. Belə deyək, həyatında zəif yeri çatı var orada və oradan mütləq vurur. Və bir çox hallarda bizim qorxularımızdan istifadə edir, bizim gizlətdiklərimizdən istifadə edir. Ona görə də Rəbb bizə məsləhət görür ki, biz açıq olaq onunla. İzin verək ki, Rəbb bizim həyatımızda işləsin. Bizim ailəmizin daxilində olan o sirləri, o problemləri o həll eləsin. Axı biz hər dəfə verilişlərimizdə bu haqda deyirik. Deyirik ki, qardaşlarım, bacılarım, ailə üzvləri, valideynlər, bir problemi həll eləməkdən ötürü mütləq onu üzə çıxartmaq lazımdır. Mütləq o sirri üzə çıxartmaq lazımdır ki, o problem həll olunsun. Bir çox hallarda da bu sirlər nə olur? Mən istəyərdim bu haqda danışım. Sirlər nə olur? Adətən alkoqol. Yəni, imanlı və yaxud istəyir imansız insan o alkoqola tutulduğunu heç kimə demir.
və alkoqolu içdiyini də heç kimə demir. Gizlincə içir. Niyə? Çünki o bilir ki, əks tərəf ondan xoşu gəlmir. Və içdiyini də heç kimə demir. Və yaxud narkotik olsun. Narkotika dadanmış insan bunu aşkar eləmir ki. Bunu gizlincə eləyir. Və bunu sirr olaraq saxlayır. Çalışır bunu bildirməsin. Amma anlamır ki, bu mütləq bir gün üzə çıxacaq. Və üzə çıxanda bu problemi həll eləmək daha çətin olacaq. Yaxşı olar ki, bunu sirr kimi yox, bunu vaxtında, belə deyək, onun öhdəsindən gəlməkdən ötürü sən gərək vaxtında bunu üzə çıxardasan. Və etiraf eləyəsən Rəbbə. Bəzən də olur ki, həmin zamanda insan köməyi lazım olur. Bəzən də o sirri sən kiməsə deməlisən ki, o insan sənə kömək eləsin. Və bir yox, iki yox, bir neçə insan sənə kömək eləməlidir. Mənim məsəl üçün müqəddəs kitaba biz baxanda biz görürük ki, 4 insan bir iflici, yəni dostlarını İsa Məsihin qarşısına gətirirlər. Və müqəddəs kitab birbaşa vurğulayır ki, həmin o 4 insan həmin yerə daxil ola bilmədikləri üçün damın, belə deyək, sökürlər və yuxarıdan aşağı salırlar həmin insanı ki, o insan dursun ayağa və şəfa tapsın. Amma məsələ də ondadır ki, o 4 adam onu gətirməsəydilər, o şəfa ala bilərdimi? Yox. O gizli və evdə qalacaqdı. Və İsa Məsihdən də düzdür, İsa Məsihin hər şeydən xəbəri var. Amma burada o 4 nəfərin ürəyi yoxlanılır ki, o 4 dost o insanın götürürlər əllərində və gətirirlər ora. Niyə? Çünki bu problemi istəyirlər həll eləsin. Amma maraqlıdır. Biz bu günləri hansısa sirri həll eləməkdən ötürü, hansısa sirri üzə çıxardıb bu problemi həll eləməkdən ötürü biz o 4 dost kimi Rəbbin önünə öz həyat yoldaşımızı gətiririk, yoxsa yox? Bu sirri özümüz də saxlayırıq, amma mənə elə gəlir ki, biz nə qədər sirr saxlasaq da ciddi hesab olunan sirlər var. Hansıların ki, mütləq qabağını almaq lazımdır. Bunlar mütləq üzə çıxmalıdır. Mən bir dənə də bir şey də əlavə eləmək istəyirəm Zaur. Deməli, insan Rəbbə gələndə biz bilir ki, insan günahkardır. Günahkar doğulub, insan təbiəti günah etməyə meyillidir. Və hər bir insanın elə günahları olur ki, mən bunu əminliklə deyə bilərəm, hər adamda olmasa da, çoxunda olur elə günah ki, o günahının sirrini nə anasına deyə bilir, nə həyat yoldaşına, nə qardaşına, nə atasına, heç kəsə. Mən bunu əminliklə deyə bilərəm ki, o əgər imanlıdırsa, tamlığı ilə Rəbbə etibar edir və o sirrini Rəbbə açır. O elə bir günah ola bilər ki, insan ondan azad ola bilmir. Və o kiməsə deməyi də eyibdir, hətta o ayıbdır, deyə bilmir o günahı. Çünki elə bir günahdır, elə bir utanc verici günah ola bilər, gizli bir utanc verici sir ola bilər, gizli bir günah ola bilər və onu ancaq və ancaq Rəbbi ilə həll eləyir onu. Rəbbin qarşısına dizini qoyur və etiraf edib açıb deyir ki, məndə bu var. Mən bu sirrimi heç kəsə deyə bilmirəm və bunu məndən götürməyə yalnız və yalnız sən qadirsən. Və onu tamlığı ilə verir Rəbbin əlinə və Rəbb onu o günahından, o utanc verici sirrindən azad eləyir və o insan azad olduqdan sonra Rəbbə şükür edir ki, Rəbb məndən bunu götürdü. Yəni, bu elə bir şey idi ki, bunu heç kəsə demək olmurdu. Bu özü də özündə sirdir. Və mən Rəbbə minnətdaram ki, o bizi azad eləməyə qadirdir bunlardan. Həqiqətən də bizim verilişimiz artıq yekunlaşır və biz bu günləri ailə daxili sirlərdən danışdıq. Xəylə nə tövsiyə eləyərdin bütün ailələrə bu sirlər haqqında? Nə etsinlər? Mən hər bir əziz izləyicilərimə məsləhət görərdim ki, Rəbbə etibar etsinlər, ürəklərini Rəbbə boşaltsınlar, bütün sirlərini Rəbblə bölüşsünlər. Çünki Rəbdən yaxşı elə bir şəxsiyyət yoxdur, elə bir müqəddəs şəxsiyyət yoxdur ki, o bizə kömək edə bilsin. Yəni, yalnız və yalnız odur bizim dərdimizə şərik, bizim sirlərimizi bilən. Biz neynəsək də onun gözündə heç bir gizli şey yoxdur, açıq-aşkardır. Və mən hamınıza görə Rəbbə yalvarardım, dua edərdim ki, Rəbbimiz hər birinizə kömək olsun. Bütün sirlərinizi ona etibar edə biləsiniz, ona aça biləsiniz ürəyinizi və Rəbb sizə hər bir işdə xeyir-dua versin və kömək eləsin. Biz də sizinlə sağollaşırıq. Gələn görüşənədək sağ olun. Sağ olun əzizlərim, özünüzə yaxşı baxın.